Deməli, indi bizim Yağmur adlı şagirdimiz lövhədə olan bütün sualları bir-bir aydın şəkildə izah eləyəcək. Buyur qızım. Burada birinci sualdan başlayırıq. Birinci sualda deyir ki, which of the students runs? Burada deyir ki, uşaqlar hansı ən sürətli qaçır? Aferin. Bizdə burada runs var deyə, bizdə burada zərfi istəyirlər Aha. bizdən və burada of var. Of da zərfin üstünlük dərəcəsini işarət edir. Möhtəşəm. Ona görə D variantına atır. A variantdan başlayırıq. A variantda most non est BR-da olmaz. Much fast burada adi dərəcədə getdi, üstünlük istəyir. Burada more non fastları eyni arada veriblər, həm də ki üstünlük dərəcəsi istəyir bizdən. Y variantı getdi. D variantını da atırıq. The most ola bilməz zərfin üstünlük dərəcəsini D artiklını atmalıyıq. Çünki hərəkətə aiddir. Aferin sənə. Ona görə D variantı olur. Maşallah 2. İkinci sualda bizdə the client var. Burada birincisi xəbər var, feil var deyə. Dırmaşmaq. Bizdən yenə dırmaşmaqda. Yenə bizdən deyir ki, burada biz dağa dırmaşdırıq. Burada bizdə dırmaşmaqdan söhbət gedirdi, zərfi Aferin. götürməliyik. Əzəz hansı dərəcə göstəricisidir? Burada əzəz həm sifətin, həm zərfin göstəricisini, indi biz burada zərfin göstəricisini Möhtəşəm, super. Bəli, biz burada əzəzisi ali dərəcə istəyir. Most easily ola bilməz, çünki bizdən adi istəyir. Easy olmaz, çünki zərfdə olanda elvar olmalıdır. Burada elvar Möhtəşəm, yoxdur. super. Burada easier istəyir, müqayisə istəyir. Ona görə Y Düzdür. variantı atdıq. B variantını saxlayırıq. More easily isə bizdəki burada müqayisə bilir, amma bizdə adi dərəcə lazımdır. Aferin sənə. Möhtəşəm, izah, super. Davam edirik 3-lə. Sonra burada içdə Hudson Bay Article deyir, testi. artikeldə. Körfü körfəzlərdə heç vaxt D artikli olmur. Aha. Ona görə variantlarımızı atdıq. Burada largest by deyir. Burada sifətdən söhbət edir. Üstünlük dərəcəsi. Kanadada artikl olmaz, cavab B Ölçü adı. variantı. Möhtəşəm, super. 4. Sualın şərtinə diqqət elə. Biraz yaxınlaşdıraq. Oradan çıx. Bəli, düşür. 4-də bizdə incorrect istəyir birincisi. Incorrect birinci dedik Kate və Ted'in bazıları. Burada düzdür. Kate ilə bazıların ortaqdır deyə burada sister veriblər. Əgər ikisinin ayrı bazı olsaydı S olacaqdı. Aferin. Deməli bu düzdür. Bizdən səhv istəyir. Aha. 2 Weeks Festival deyir. Burada 2 veriblər deyə weeks düzgündür. Ona görə bizdə incorrect istəyir və variantı getdik. Burada Zost'dur. Zost cəmdir deyə teacher'sı S apostrof olmalıdır. Əgər tək olsaydı, zislə zət olsaydı apostrof. Möhtəşəm. Çox gözəl. Zət manager. Zət təkli deyə apostrof S olur. Əgər cəm olsaydı S apostrof. Möhtəşəm. Super. Burada You're da wonderful. Çünki today cəmi S apostrof olur. Aferin sana. Yəni apostrof S daha doğrusu. Apostrof. Çünki today bu gün, dünən, sabah sözləri ilə işlənəcəkdi. Apostrof S. Aferin. Növbəti sualımız. Burada haven't gəlir. Burada inkardır. düzgün variantı. Və isim var. Və həm də isim var. İsim olduğuna görə həm də isim cəmdir. Burada səm azı olmaz, çünki burada inkardır. Səm ancaq sual və təsdiq cümlələrində işlənir. Möhtəşəm. İkincisi də ən veriblər. Ənlə cəmdirsə bu ən heç vaxt ola bilməz. Üçüncüsü Azər üstəgəl isim olar mı? Plus isim heç vaxt olmaz. Ay maşallah. İsim olmaz, Super. atdıq. Qalacaq. Eyni Azər düzgündür, çünki eyni inkar cümlələrində işləyir. Azər də özünə görə isim cəm tək fərq edən. Aferin sana. You're wonderful. Super, super. Buyur, davam elə. 7-ci sual. Burada Sara likes-dır. Likes isə apostrof S düzəlir. Burada azdan istifadə etməliyik. Yəni indiki sadə zaman. İndiki sadə zaman olmalı. Ona görə həm də ki cümləmiz təsdiqdir. Təsdiq isə necə gedir? Burada she, do, I olmalıdır. So, do, I olmalıdır. Burada she'in getməsi olmaz. Burada da eyni variantdır. Cümlənin strukturu səhvdir. Yəni to be yoxdur deyə mən orada seçə bilmərəm. Burada əm var, əm olmalı deyil. Bizdə indiki sadə zaman olmalı deyil, C variantı olur. Möhtəşəm, super. Aferin. 8. 8-ə Jean to gəlib. Modal feil Modal testidir. feildir. Hamısı uyğun gəlir. Aha. Burada neyzədir. Neyzə olub deyə neyzə bu bir təhdə sual cümlə. Neyzə olan yerdə biz təsdiq götürməliyik. Yox, təsdiq yoxsa inkar. İnkar götürməliyik. Bəli, inkar. Çünki Nazir özü inkar istəyir, bəli. Bəli, Nazirənin özü inkar Orada da did var. Orada da did olduğuna görə burada da hansı modallarda da having sualı didlə dazdan düzəlir. You are wonderful. Ona görə cavab C You are variantı wonderful. olur. Əla. Çox gözəl. Aha, buyur. Burada 9-cu variantda passive voice istəyir. Bizdə passive voice-dur. Burada tamamlığımız deqardında. Və cümlələr də zamanla fikir Cümlə verəcəksən. zamanına cavab verir. Burada cümlə zamanında keçmişdir.
will be olmaz, is olmayacaq heç vaxt. Burada D variantını saxlayırıq çünki o bizim düzgün variantımızdır. D variantda was been olur. Bin niyə Was seçmirsən? been heç vaxt seçə bilməz çünki hərfəz bin olmalıdır. Aha, bitmişlər də. Bəli, Y variantda indiki bitmişdi, amma bizdə indiki sadə is are plus verbs var. Aferin, yes, is, am, is, are, sögəl Bəli, verb. burada içinizdə antonim istəyir. Dangerous təhlükəlidir deyə burada Yox, 9-cu sualda səndə hansı zaman istəyirdi? Hansı zamandadır cümlən? burada hansı zamanda keçmiş. Aha, keçmişdə bizə was verb üstə Was gəl, verb hə, üstə. verb üç lazım idi. Verb Bəli. lazım, bəli. 10-cu sual Burada 10-cu sualda dangerous təhlükəlidir və onun antonimini istəyir. əks mənalı. Əks mənalı söz istəyir. Quiet sakitdə uyğun gəlmir. Surprise heyecanlı, Təəccüblənmə, həyəcanlı. təəccüblənməkdir. Nervous əsəbidir, əngildə əsəbdə Aha, olmaz. möhtəşəm, Safe super. tezlik. Buyur. 11-ci sualda meni gəlib birincisi. Meni həmişə cəm istəyir özündən sonra gələndə. Dear olmaz çünki dear təki və cəmi eyni olan Aferin. isimlərdir. Dearest da olmaz eyni zamanda. Dear apostrof S olmalı idi, amma özündən sonra isim gəlindi. Aha, Y də ümumiyyətlə səhvdir. B variantı düzgündür. C variantı dear apostrof S-dir, amma özündən sonra isim gəlindi. Gəlsəydi seçə bilərdin. Gəlmədən ki seçmədim. Əla, 12-ci sualımız yenə passive Burada sualdır. passive voice. Cümlənin zamanı hansı zamandır? İndiki zamandır burada. İndiki zaman deyə Y variantını atırıq. Aynen başlayıb deyə. Burada A variantını atırıq. Is swept ola bilməz. B variantını da atırıq çünki to be-si yoxdur. Burada ayrımdır. Aha, yenidən izah elə 12-ci Y sualı. variantı olmur. Y variantı olmur. Burada da sweep indiki zaman deyənə Bizən hansı düstur lazımdır? is plus verb. Əmiz, ar, üstə gəl verb. Aha. D variantı getdi. Zamanlar C variantı bəli, uyğun B gəlməyəcək. variantında to be yoxdur. Cavab A A variantı. variantı. Əla, gözəl. Növbəti sualımıza keçirik Yağmur. 13-cü sual. Burada ardır. Burada sözlərə baxırıq. Birinci sual düzgün götürürük. Birinci sual bizdə həm zəm verib, həm də el verib. Burada müqayisə dərəcəsi. Mas ilə müqayisə dərəcəsi göstəricisidir. Əzlə similar ikisi həm müqayisənin həm aidin bir yerdə veriblərdi. İki səhvdir. Good job, yes. Morla similar bir veriblərdi. İki eyni dərəcə göstəricisi bir arada olmaz. Small zəmdə həm müqayisəni veriblər, həm adi dərəcəni veriblər. Burada səhvdir. Yanlışdır. Amma small as Small, as adi dərəcənin göstəricisidir. Düzdür. Bəli, indi 14-cü suala davam edirik. 14-cü sualda hissislər var. Hissislər burada şey götürür. Çünki onun bacısı qadın cinsli şey olacaq. A lot of money. A lot of money itə bərabərdir. Burada iti götürür. Çoxlu pul. İtə bərabərdir. Books da cəmi deyə demi götürür. Z ilə Z-nin arasında fərq nədir? Deyib burada şəxs əvəzidir. Gündən əvvəlində gəlməlidir. Amma dem obyektdir. Gündən sonunda gəlməlidir. Ona görə burada da dem götürürük. Doğru cavabımız bəli, olacaq da variantı. 15-ci sualda da how much bananas deyil. Bananas birincisi cəmdə deyə. Və bananların qiymətini soruşur. Keçmiş zamanı Aferin sənə. deyə. Aha, hadi təşdi. Arı götürüb burada Aha, cavab olaraq. doğudazdakı feil olan yerlərdə verəcəyik. Bəli. Davam edirik 17-ci sualla. Yox, narahat olma, yaxşıdır, belə yaxşıdır. Aha. Burada 10-cu 17-ci sual. Want görürük. Sənə nəyi xatırladır? Want görür. Will'in inkarıdır burada. Will notum, yes. Həm də ki cümlə İnkar deyə sənə nə lazımdır? A variantı getdi, B variantı getdi. Bizə təsdiq lazımdır. Aha. Bizə inkar lazımdır. İnkar lazımdır deyənə həm də want'ın təsdiqi will'dir deyə. Aha, gələcək olduğunu. Aha, dını niyə seçmədin? Çünki orada daz var idi. bəli, bizə adi feil olsaydı seçərdim. Bəli, 18. Knock, pull, push. Knock tıqqıldatmaqdır, pull dartmaqdır, push itələməkdir. İtələmək. Aha. Burada A variantı deyir ki, to make something towards yourself deyir bir şeyi Özündən doğru dartmaq. aha, bəli, özünə tərəf. A gedir bura. İkincisi deyir what to make struggle away from you. Burada deyir ki bir şeyi özündən güclü şəkildə itələməkdir. You are right, möhtəşəm. Push. O bilir to make a noise by striking something. Striking something. Səsli bir şəkildə Tıqqıldatmaq, elə taqqıldatmaq, döymək. Bəli. Aferin sənə. Davam edirik 19-cu sualına Yağmur. Progress gör. Progress nə deməkdir? Progress proqram deməkdir. Yox, progress. İnkişaf. Sayılır, sayılmır. Sayılmır. Burada S arxası, yəni sonunun S olmasına baxmayaraq burada təkdədir. Möhtəşəm. Və təkdədir deyə burada təklə olan təyin meni olmayacaq. Only 50 til olarsa düzgün götürə bilirik. Only eyni işlənir. Getdi.
Hardly any düzgün variantlı. Çünki any hardly olan cümlələri də any götürülür. Aferin sənə. Good job. Yes. Yes. Götürürük. 4-də little-da. Little-da özündən sonra salinen tək isim götürülür. Bunu da götürürük. Well done. Progressdə həm də inkişaf deməkdir, isimdir. Sayl, aferin. Ondan da sonra sayılan, ondan sonra bir də təyinləyicilər gəlmirdi. Nə gəlmirdi? Of, samdı, eynidir. Bir də ondan sonra nə gəlirdi? Azədən başqa heç nə gəlmirdi. Super. 20-yə baxırıq. Burada nobody'dir. Nobody deyə burada hamısı ola bilər. Amma bir də diqqətli ol. Aha, no'dur deyə, inkardır deyə. Nobody inkardır deyə. İnkar deyə nələr çıxardacaqsan? Burada 2 inkar ola bilməz heç var. Ona görə Jane də çıxır. Ana gedəcək. Aha. Bu variantı kutu ilə işlənərmi? Yanlışdır. Bəs nobody xəbəri tək tələb eləyəcəm. Nobody isim istəməz, xəbəri tək olar, bir də off olmaz. Aferin sənə. Super. Ay maşallah. Ay bunun tosu da ordadır. Yes, düzdür. Yağmur davam eləyirik 22-ci sualından. Buyur. 22-ci sualda off var birincisi. Off every offla heç vaxt olmaz. Somebody'də tərəmələrin heç vaxt offla işlənə bilməz. Burada xəbərin təkdir cəm. Təkcəm var. Xəbərimiz təkdir. Təkcə Y variantı gedir. Çünki boş həmsə cəm xəbər istəyir. Sam da eynən cəm xəbər istəyir. Ona görə sam da gedir. Neyzə burada bir məqam var. Neyzə əgər off olmazsa tək isim tək xəbər. Bəli. Offla gəlsə də yenə cəm isim tək xəbər. Möhtəşəm. Keçirik 24-cü sual. 24-cü sualına davam edirik. 24-cü sualda orada kotuna baxacaqsan, cotton tişörtə baxacaqsan. Çünki orada cotton tişörtün nə idi? Təyin edicisidir. Aha. Burada cəm istəyir deyə elit həmişə sayılmayan təklərdə istənir. Ona görə biz də burada deyək 3-dən 4 gedirik. 3 ikisindən də işlər. Sayıla bilən tək isim, sayılmayan cəm isim. Enough, bəli, enough books da deyə bilərsən, enough cotton da deyə bilərsən, enough money da deyə bilərsən, düzdür. Many də ola bilər. Davam edirik 25-ci sualına. 25-ci sualda bizə sifət istəyir. Birinci off var. Off üstünlük dərəcəsinin göstəricisidir. Burada most-la S-də bir yerə İşte eyni dərəcədə olmayacaq. More burada müqayisə dərəcəsində gedir. Most-un S-dəsi yoxdur, o da gedir. Həm Z-si yoxdur, həm də will-si orada tək hecalı olduğuna görə veriləcək də, yəni. E variantı ola bilməz, çünki E variantı A dərəcədir. Bizdə A variantı. Əla, düzdür. Burada people, burada isimdən xəbərə baxırıq, uzlaşmadır. Cəmdədir. Xəbərində təkdir cəm. Xəbərin də cəmdir. Cəm isim elə bir cəm xəbərdir. E variantını atırıq. Çünki niyə? Onda F ola bilməzdir. 2 düzdür. Cəm isim cəm xəbər götürür. Only a little heç vaxt ola bilməz. Çünki only little sayıla bilməyən tək isimlər işlənir. Super, əla. 6 iç. Burada altında iç götürmür. Çünki iç sayılan tək. Sayılan tək. Z number of, E number of. Onlarda vəziyyət necədir? Biraz uzadan danış, uşaqlar yaxşı eşitsin. The number of-da cəm isim cəm xəbər istəyir. Amma A number of-da cəm isim tək xəbər istədiyinə görə götürmürük. Aha. Z number of cəm isim tək xəbər. A number of cəm isim cəm xəbər. Ona görə bəli, düzdür. Yağmur 27-ci sualdan davam edirik. Burada birinci sualda kids cəm verib. Kids cəmdədir. Cəm verib, E artiklı veribdir, bunu götürmürük. Çünki E artiklı one sözünə bərabərdir, birə bərabərdir. Super. You are excellent. Fövnişə var orada. Fövnişə var. Fövnişə saymırdı, ən artiklı heç vaxt ola bilməz. Üçüncü sual düzgün götürülür. Üçüncü cümlə, ifadə. Injured leg, yaralı ayaq. Dördüncüdə university. Niyə orada o saiti veribdi, amma E veribdi? Çünki university burada səslərə baxır. Bəli, yıl səsini verəcək. Sami səsini verəcək. Yaxşı, 5. 5-də də 5 səhvdir, çünki burada honest oxunur deyə, burada ən artıq ən honest olmalı idi. Aferin sənə. Super, düzdür. Bu 28-ci sualda hə, biraz yuxarı elə istəyirsən? Hə, yox, düşür, görsənir. 28-ci sualda isə quiet var. Quiet sakit deməkdir. Antonim istəyirsən? Antonim istəyir. Burada A variantını götürün, o səsi çürüdür. Incredible ağla gəlməzdir. Silent, calm, sakit. Important, vacib. Əla. Və sonuncu sualımız 29-cu sualına davam edirik. Burada irregular verbs. Shows irregular verbs. Dəyişən feillərdən istəyir. Burada birincini atırıq. Çünki bizə close-da marry bu pozur, qaydalıdır. Married, closed. Burada qaydalıdır deyə. Burada B variantında offer pozur. Offer çünki qaydalıdır, idilən. Offerdir. Offer nə deməkdir? Offer təklif. Yes, təklif etmək. C variantında stop pozur, work pozur, work et. Elə üçü də hamısı pozur. Killed, o da qaydalı, liked.
O da qaydalıdır. Hamısı pozur. Bəli. D variantı study'dir, try'dir, love'dur, Watch'dur. Burada hamısı All of them qaydalıdır. are regular verbs. D variantı gelir, amma Y variantı to be, was, were, Catch, caught, yes. Buy, buy, bought, Ona bought, görə yes. irregular D variantı. Aferin sənə. Ayalan nəlası Yağmur. Möhtəşəm. Çox razı qaldım səndən. Uğurların daima bol olsun.